Astara şəhəri Heydər Əliyev prospekti 240 nömrəli evdə yaşayan Ağazadə İlham İlqaroğlu. NİT qüsuru olduğuna görə, yəni yaralı olandan sonra NİT qüsurunu itirib danışa bilmir. Mən atası Abbasov İlqar Ağacanoğlu üzümü tutub yəni şikayətim Sosial Müdafiə Nazirliyindədir. Oğlum 2016-cı ildə düşmən tərəfindən ağır yaralanıb. Bədəni hamısı qəlpədir. 10 ildir. Haralara müraciət etmişik, heç bir nəticə əldə edə bilməmişik. Oğlum işləyə bilmir. Yəni akşamlar yerində rahat yata bilmir. Astara rayonundan haralara da şikayət eləmişik. Gəlib baxan yoxdur, axtaran yoxdur, demir nə var, nə yox. Nə edir, bizim qazimiz nə edir? Yəni torpaq uğrunda canım pada eləyiblər. Biz istəyirik onun əlilliyin alay, onun əlilliyin ala bilmirik. Üzümü tutub Mehriban xanıma, xahiş edirəm sizdən. Oğlum Ağazadə İlhamın bu əliliyinə görə bizə köməklik edəsiniz. Dəfələrlə icra başçısı Qəzənfər Ağayevin qabulunda olmuşam. Oğlumun yaralı əlilliyi ilə bağlı onlara demişəm köməklik, deyiblər ki, yəni biz bu barədə oğlumuza köməklik eləyə bilmərik. Ondan sonra Astara rayon mərkəzi xəstəxanasının baş həkimi, direktoru Oqtay Amanulayevin qabulunda olmuşam dəfələrlə. Yəni kömək istəmişəm ondan. Mənə hətta deyib ki, qazi olub, mənim üçün qazi olmayıb ki. Ondan sonra şöbə müdiri Günlar Muxtaravanın qabulunda olmuşam. Müayinə ediblər. Oqtay Amanullayev Günlar doktorla deyib ki, səndə heç nə yoxdur, sən sağlamsan, bəs hara şikayət edirsən, get elə yenə. Üzümü tuturam cənab prezident İlham Əliyevə. Xahiş edirəm sizdən, o oğlumun əlilliyi ilə bağlı Sosial Müdafiə Nazirliyinə tapşırıq verin. Müəyyən qurumlara tapşırıq verin. Sizdən xahiş edən bir valideyn kimi, bir ata kimi. Oğlum İlhamın ağrılarına yüce dözə bilmirik. Axşamlar yata bilmir. Qan gəlir döş qəfəsindən. Demək olar ki, gündə qan gəlir. Sizdən bir valideyn kimi xahiş edirəm. Tapşırıq verəsiniz, oğlum Ağazadə İlhamın əlilliyi bərpa olunsun. Hüquqları bərpa olunsun.